Vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Oktyabr ayının 21-i həftənin çərşənbə axşamı günü 2025-ci ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Son zamanlar heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə bağlı xəbərlər demək olar ki, gündəmdən düşmür. Bu xəstəliyin spesifik xüsusiyyətləri var və məsləhət görüldüyünə görə dərhal, əgər belə bir xəstəlik heyvanlarda aşkarlanarsa, onların kəsilməsi və demək, xüsusi qaydada termik emal edilməsi tövsiyə olunur. Hər halda mütəxəssislər belə deyirlər. Bəs bu xəstəlik insanlara keçə bilərmi? Suallardan biri də budur. Səhiyyə Nazirliyindən elə bununla bağlı açıqlama var ki, dabaq xəstəliyi zoonoz, yəni heyvanlardan insana keçə bilən xəstəlikdir və insanlara əsasən xəstə cüt dırnaqlı heyvanlarla birbaşa təmas zamanı, eləcə də heyvan mənşəli çiğ qida məhsullarının istehlakı nəticəsində keçə bilər. Dabaq xəstəliyinin spesifik müalicəsi yoxdur. Təsərrüfatda belə hallar aşkarlanarsa, heyvanların sanitar qaydada kəsilməsi və ət məhsullarının termik emal edilməsi tövsiyə olunur. Nazirliyin açıqlamasında belə deyilir. Xəstəliyin ictimai sağlamlığa potensial təsirini nəzərə alaraq təsərrüfatlarda baytarlıq, sanitariya qaydalarına ciddi əməl edilməli. Həmçinin insanlar çiğ və ya tam bişməmiş heyvandarlıq məhsullarının istehlakından çəkinməlidirlər, deyə nazirlikdən bildirilib.